Kəmalə Günəşli isə Çini çaydan Çinini verib bizə. Mədəniyyətimizə mi verib, bizə mi verib? İndi bunu bilmirəm. Bunu da qiymətləndirmək Mədəniyyət Nazirliyinin işidir. Bizim işimiz deyil. Biz sadəcə bunu göstəririk. Yəni bugün bilirsiniz bizim yəni alimlərimizi ələ salmaq olmaz, alimlərimiz haqqında belə danışmaq olmaz deyəndə xalq yazıçısı Çingiz Abdullayev nə vaxt bu təkliflə çıxış eləyib ki, Azərbaycan televiziyalarında alimlərimizə həsr olunan heç olmasa həftədə bir dəfə ciddi bir proqram olsun. Onların gecələr yuxusuz qalmasını izləyici gözü ilə görməyəcəksə, o heç vaxt dəyər verməyəcək aliminə. Aliminə dəyər vermək üçün onun çəkdiyi əziyyəti bilmək lazımdır. Onun verdiyi tövhədən maraqlı olmaq lazımdır. O 24 saatın neçə saatını yuxusuz qalır, onu bilmək lazımdır. Amma içi səyidə qarışıq. Biz nəyi bilirik? Kəmalə Günəşli saat neçədə gedir gözəllik salonunda bəzənməyə? Neçədə hansı televiziyada yayımı olacaq? Eyni zamanda digər müğənnilər, indi Kəmalə Günəşlinin adını çəkirəm, bu o demək deyil ki, ancaq onun üzərinə fokuslanıram, yox, zərrə qədər də yox. Yəni şəkilləri görəndən sonra mən də danışaram, o qədər danışaram ki. Amma sizin təsiriniz daha çox olmalıdır axı, hörmətli xalq yazıçıları. Sizin təsiriniz daha çox olmalıdır bu məsələdə. Bugün mənə alimi necə tanıdırsan sən? Ümumiyyətlə tanıdırsanmı? Tanıtmırsan. Bəli, bu Çingiz Abdullayevin sahəsi deyil, alim tanıtmaq sahəsi. Amma ki, indi bu kanal rəhbərləri bir efirləri bağlayırlar və yaxud da ki, Audiovizual Şuranın göstərişidir və yaxud da ki, Mətbuat Şurasının göstərişidir. Bilmirəm də hər kimin göstərişidirsə. Bəlkə ondan daha ciddi bir qurumun göstərişidir. Alimlərimiz hardadır? Siz də bilirsiniz axı ki, bugün Azərbaycan televiziyasının ikisini, üçünü çıxmaq şərti ilə bir baxılası veriliş yoxdur. Bir baxılası veriliş yoxdur. Baxılası verilişləri də bağlatdırırsınız. Kim bağlatdırır, necə bağlatdırırsa, bunu da hər halda bilirsiniz.